Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib. Bununla bağlı Səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Əmrə əsasən plastik cərrah Dilgən Məhərrəmov sözü gedən klinikaya direktor təyin edilib. Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə sənətkarın köməkçisi Əli Davud məlumat verib. O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib. Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb. Xatırladaq ki, xalq artisti səhhətində yaranan narahatlıq səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicə prosesi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.